İndi funksiyaların ikinci hissəsi. Burada uşaqlar ifadələrin qiymətləndirilməsi, mürəkkəb funksiyaların tərs funksiyalarla qarşılıqlı qiymətləndirilməsi, bir də ifadələrə ən çox üstünlük verəcəiz. Birinci sualda Süleyman necə eləyərik? Səsim gəlirmi uşaqlar? Deyim müəllim. De. Səs gəlmədi yəqin ki Süleyman. X-in yerinə x plus 1 qoyacağıq. Bəli. Olacaq 2 Tamam, izah eləyəcəm. Şimdi nə dediniz müəllim bayaqları? Hocam nə dediniz? Bayaqlar dediniz ki f(x)i verib f5-i istəyəndə x-in yerinə 5 qoyurdu. Tamam mı? Bu dəfə x-in yerinə 5 yox da x plus 1 qoyuram. Tamam. 2 vurulsun. X-in yerinə x plus 1 qoyuram. Üstə gəlinsin 1'e. 2x plus neye 3 olur? Bu kadar basit. Kamil anlaşıldı mı kuzu keserim? Kamil sesim gelir Yani mi? hocam, şimdi Efendim. x 1 ile artıracağız. Sonra 2 ile çarpacağız ve sonra 1'i daha Mükemmel. artıracağız. Mükemmelsin. İkinci soruyu çözer misin? İkinci E, soruyu efendim. x artı 3 çarpı x artı 4 Eksi 2. eksi 2 çarpı 4. Üste gel 4. Beynimi Üste harap gördüm. etmişim. 3x olsun 6. Üste gelsin de Kamil'i çok sevdiğim için ona zarafatlayırım. Kamil de deyir ki hocam ben de sizi çok seviyorum. Doğru mu Kamil? Evet hocam. Yalan ilan olsun seni. Zarafat eləmi Kamil da yaxşıdır. Bəs ağlaya bilmək. Oy. Aliyə Kərimli kanalımıza abone oldu. Evet. Şimdi devam eləyək növbəti. Müəllim dediniz kanala koyacağım. Ona göre merak elədim, baxdım Bilirəm, biraz. bilirəm, bilirəm, bilirəm. Tabii ki, tabii. Bilmirəm nədən adı, hansı kanala. Orada iki tane kanal var. Biri şahsi kanaldır. Biri de şey kanaldır. Galata'nın kanalıdır. Sıkıntı yoktur. Ben zaten paylaşırım video paylaşıldıktan sonra. Evet değerli arkadaşlar. Fonksiyonlar dersinin fonksiyonlar dersinin en maraqlı, en sevdiğim özelliği. Bu dəfə bizə değerlendirmeye alınan bu dəfə bizə değerlendirilmeye alınan bir f funksiyası verilir ama bunu fx'e qaytaracağım. Bax, cümləmə fikir verin. Biraz çətin anlaşıla bilər. Yəni deyir ki, f dıngılı 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 bərabər dıngılı dıngılı olanda o hissəni x-ə gətirə bilmək üçün o hissənin tərsini özündə yerinə qoymaq lazımdır. Nə deməkdir bu? X plus 1'in tərsi nədir ay uşaqlar? X minus 1. Aparıb x minus 1'i özündə yerinə qoyuruq. O zaman burada da x minus 1'i yerinə qoyuruq. Tamam mı? Niye göre hocam böyle yaptınız? Çünkü birler gelir fx kalır. 3 çarpı x minus 1 minus 7. Bu da olur ne? 3x minus 3 minus 7. O da olur ne? 3x minus 10. Lütfen arkadaşlar nereye anlamadıysak şey diyelim. Diyelim. Karşılıyorum. Alo. Arkadaşlar anlaşıldı mı bu? Bəli müəllim. Ben başa düştüm Evet müəllim. hocam. Hı. Bir tane daha soru çözeceğim zaten. Bir tane daha zaten soru çözeceğim. İkinci de. Şimdi diğer uşaqlar buranın tersini ne verecek bize? X artı 2. O zaman burada da x artı 2 koyacağım. İkiler getdilər, quzu gəzərəm. 2 vurulsun x artı 2. Çıxılsın 7'ye. Bu da ne olur? 2x. Üste gelinsin 4. Çıxılsın 7. Bu da ne verir bize? 2x çıxılsın 3. Var mı arkadaşlar? Keçirəm o birisi şey. Eyni şeylerdir.
özelliklerde tersini tapıp yerine keçtim o birisi özelliğe. Evet, şimdi geliyoruz mürekkep funksiyalara. Mürekkep funksiyalarda uşaqlar tane-tane bu səhifədəki olan misalların demək olar ki, hamısını özüm çözəcəm tane-tane, tabii sizin köməkliyinizlə. Tamam mı? Zaten bir tane daha video çəkəcəz. Deməli, mürəkkəb funksiya nədir? FOF nədir? Mürəkkəb funksiya iki funksiyanın kameranın səsini alsaq, zənn edirsəm Nihatda gəlir həmişə o mikrofon şeyi. E, iki funksiyanın birləşməsi uşaqlar sağdakini soldakini də yerinə qoymaq deməkdir. Gəlin izah eləyəlim. FOF x bərabərdir. F nədir? X artı 2. Birləşir F ilə x artı 2. Şimdi ikincisini birincidə x'in yerinə qoyuram. X artı 2 üstə gəlinsin 2'ye. Simetrize ehtiyac yox idi burada. Neyse. Göğe 2 koymuş oldum. Все. Cevabını alındı uşaqlar. X üstə gəl 4 alındı. X'in də yerinə 3 qoyanda 3'ün üstə 4 gəlində nə elədi? 7 elədi. Şimdi gəlin ikincisini yazalım. F fog x bərabərdir. F nədir? 3x artı 1. Birləşir. J ilə J nədir? X minus 5. Bərabərdir. Bərabərdir. Nə deyirik uşaqlar? İkincini birincidə yerinə qoyuruq. İkinci nədir? 3 vurulsun. X minus 5. Üstə gəlisi nəyə? 1. O da olur 3x minus 15. Üstə gəlsin 1'ə. 3x minus nəyə? 14'ə. Bərabərdir. Bərabərdir. Yerinə də 2'ni qoyanda 3 vurulsun 2. Çıxılsın 14. 6'dan da 14 çıxanda elədi -8. Uşaqlar baxın görün. Görün kim haraya anlamadı quzu kəsərəm. Anlaşıldı mı arkadaşlar ikinci soru? Bəli. Anladım ben. Hı hı. Üçüncü, eyni testlərdir. Bir sürü misallar eləyəcəm. Yenə fog. F nədir? 2x artı 1 birləşir J ilə kök altında x artı 4 ilə bərabərdir. J-ni F-də yerinə qoyanda 2 vurulsun. Kök altında x plus 4 üstə gəlinsin nəyə? 1'ə bərabərdir. Bərabərdir. X-in yerinə 5 qoyanda 5'in üstə döygün 9, 9'dan 3 çıxır. 2 vurulsun. 3 üstə gəl 1. 6'ın üstə də 1 gəlində nə eləyir? 7 eləyir. Yəni, ikincini birincidə yerinə qoyuruq. Uşaqlar, yerinə də qoyduqdan sonra nə edirik uşaqlar? Ədədi hesablanmış olur. Nihat başladın mı Nihat? Bəli, müəllim. Qulaq asırsan da dərsə, düzdür? Bəli. Davam edirəm çocuklar. 4, 5, yəni ona aid bir sürü örnəklər verəcəm uşaqlar. Dördüncü sualda nədir? Dördüncü sualda fog deyir, yenə də. X üstə gəl 4 ilə birləşir. Bu kiçik O hərfi birləşmə deməkdir. Tamam mı? Birləşir nə ilə? 2x plus 5 ilə. Yani hocam 2x plus 5'i götürüb yerinə qoyuram, üstə gəlsin 4. Bu da eləyir 2x üstə gəlsin 9'a. Var mı arkadaşlar?
Yoxdur. Davam eləyirəm 5-ci sual. Kim 5-ci sualı kömək eləmək istəyir? Deyim müəllim. De quzu kəsərəm. Burada müəllim 3x+1 birləşəcək x kvadrat plus 1-ə. Bəli. 3x plus 1-in yerinə də oradakı x-in yerinə x kvadrat üstəgəl 1-i qoyacağıq. Eləyəcək 3x kvadratı üstəgəlsin 4. Üstə gələnsin 1 var ya burada. Mən 4 nə yazdım? Aha. 3x kvadrat üstəgəl 3 üstəgəl 1 o da nə eləyir? Elə 4 eləyir. Hı hı. Güzel bir soru. 6. sual. Arkadaşlar şimdi FOC'ni biz değerlendirmesini bildik. Bu defa daha primitif bir şekilde pratik yolları ben size izah eləmiş olacağım. Soruşun necə müəllim? Necə müəllim? Ay sol. Şimdi ne diyoruz arkadaşlar? Diyor ki uşaqlar hərfləri oxuyanda F, O, C, 2 demedik mi? 2 neye yakındır burada? J'ye. Gelin o zaman J2'ni tapalım. Tapaq da. Bəyəqlər buna misal izah elədiniz də müəllim. J2 ola bilməsi üçün x-in yerinə nə qoymaq lazımdır uşaqlar? 4. Plus 4. O zaman 4'ü sağda da yerinə qoyuram. 4 4'ün 16 plus 6 elədi nə? 22. Buraya kadar var mı sualımız? Zaten bunu bəyəqlərə izah eləmişəm onsuz da. Bu hissəsini. Var mı arkadaşlar buraya kimi? O zaman müəllim J2 getdi, F22 geldi. Aha. Buranın 22 olması lazımdır. 22 olabilmesi için Kamil x'in yerine koymalıyam 19. 19. 3 sıfırı 19 elədi 57 üstə gəl 1. Elədi 58. Görün kim haraya anlamadı uşaqlar. Anladık mı? Tamam, devam edelim o zaman. Aliye başladın mı? Cavanşir başladınız mı? Başa düştüm müəllim. Ona bir sürü misallar zaten izah eləmiş olacağım. Evet, bize ne lazımdı uşaqlar? Baba F3. Aliye F3 olabilmesi için x'in yerine ne koymalıyam? X eksi 2 eşittir 3. 5. 5. O zaman burada da 5'i koyuyorum. 10, 11. Getdiyi yerine 11 qaldı. İndi J 11 eləyə için x'in yerine ne koyacağım? 10 koymalıyıq. 10 koyacağım. O zaman burada da 10 koyuyorum. Mesela. Bu kadar basit. Devam edelim icazənizlə. Zoom atacaq arkadaşlar. İlk biraz önceki o bir zoom'a gelmiş olarsınız. Bunu izah edelim. Eğer yarımçı kalarsa da 3. hissədən devam etmiş olacağım. Bize ne diyor? F menfi 1 0. Hocam ne demediniz mi ki funksiyanın tersi x çılsın 1 bölünsün 3'tür? Dedim. Yerine 0 koy oldu menfi 1 bölü 3. Bu getdiyi yerine menfi 1 bölü 3 geldi. J menfi 1 bölü 3. X'in yerine menfi 1 bölü 3 koy.